Akne sızanaq təkcə estetik problem deyil, həm də dəridə iltihabi proses yaradan dermatoloji xəstəlikdir. Müasir dermatologiyada aknenin klinik müalicəsi fərdi yanaşma ilə aparılır və xəstəliyin mərhələsinə, dəri tipinə, hormonal vəziyyətə və iltihabın səviyyəsinə uyğun plan hazırlanır. Erkən və düzgün müalicə həm sızanaqların azalmasına, həm də qaloji çapıq riskinin qarşısının alınmasına kömək edir. Akne nədir? Akne vulqaris saç folikullarının yağ, ölü hüceyrə və bakteriyalarla tıxanması nəticəsində yaranır. Bu zaman qara nöqtələr, ağ nöqtələr, irini sızanaqlar, dərin və ağrılı düyünlər meydana çıxa bilər. Araşdırmalara görə akne yeniyetmələrin böyük hissələrində görülsə də, yetkin yaşlarda da davam edə bilir. Klinik müalicədən əvvəl dərinin qiymətləndirilməsi. Dermatoloq ilk olaraq aknenin ağırlıq dərəcəsini müəyyən edir. Yüngül akne, orta dərəcəli akne, ağır və kistik akne. Müayinə zamanı aşağıdakılar da qiymətləndirilə bilər. Hormonal problemlər, stress və həyat tərzi, istifadə olunan kosmetik vasitələr, çapıq və ləkə riski, əvvəlki müalicələrin nəticəsi. Bəzi hallarda hormon analizləri və əlavə laborator testlər tələb oluna bilər. Aknenin klinik müalicə metodları: topikal müalicə, dəriyə sürülən preparatlar. Yüngül və orta akne hallarında ilk seçim adətən topikal preparatlardır. Ən çox istifadə olunan aktiv maddələr: benzol peroksid, retinoidlər, adapalent, retinoin, salislik turşu, azilaik turşu, topikal antibiotiklər. Dermatoloji qaydalara əsasən kombinə müalicələr daha effektiv hesab olunur. Xüsusilə retinoid və benzol peroksid birlikdə istifadə edilə bilər. Oral dərman müalicəsi. Orta və ağır akne zamanı ağızdan qəbul edilən preparatlar təyin edilə bilər. Ən çox istifadə olunanlar doksisiklin, minosiklin, hormonal preparatlar, izotretinoin. İzotretinoinin xüsusilə ağır çapıq qoyan aknelərdə effektiv hesab olunur. Lakin bu preparat yalnız dermatoloq nəzarəti altında istifadə edilməlidir. Klinik prosedurlar hansılardır? Müasir dermatoloji klinikalarda dərman müalicəsi ilə yanaşı prosedurlar da tətbiq olunur. Kimyəvi peeling dərinin üst qatını yeniləyərək məsamələri açır, yağ balansını azaldır və ləkələri yüngülləşdirir. Lazer müalicəsi xüsusilə aktiv akne, qızartı, postakne izləri, çapıqlar üçün istifadə olunur. LED və fototerapiya. Mavi işıq terapiyası bakteriyaların azalmasına kömək edə bilər. Mikroneedling və ref prosedurları akne sonrası yaranan çuxur və çapıqların görünüşünü azaltmaq üçün tətbiq edilir. Akne müalicəsində dəriyə qulluq. Klinik müalicənin uğurlu olması üçün gündəlik dəri baxımı çox vacibdir. Dermatoloqlar aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir. Dərini gündə 2 dəfə yumşaq təmizləyici ilə yumaq, yağlı və komodogen məhsullardan uzaq durmaq, sızanaqları sıxmamaq, günəş qoruyucu istifadə etmək, müalicəni yarımçıq saxlamamaq. Araşdırmalar göstərir ki, dərini qıcıqlandıran sərt məhsullar mikrobiomu pozar və akneni daha da ağırlaşdıra bilər. Akne müalicəsi nə qədər davam edir? Aknenin klinik müalicəsi bir neçə həftəyə tamamlanmır. Adətən ilk nəticələr 6-8 həftədə, daha stabil nəticələr isə 3-6 ay ərzində görünür. Dermatoloji mənbələr müalicələrin ən az 3 ay davam etdirilməsini tövsiyə edir. Akne çapıqlarının qarşısını necə almaq olar? Ən vacib məqam erkən müalicədir. Dərin iltihablı sızanaqlar uzun müddət davam etdikdə çuxur, qəhvəyi ləkə, qızartı, toxuma itkisi yarana bilər. Bu səbəbdən dermatoloqa gec müraciət etmək çapıq riskini artırır. Nəticə, aknenin klinik müalicəsi sadəcə krem istifadəsindən ibarət deyil. Müasir dermatologiyada dərman terapiyası, lazer prosedurları, peeling və fərdi dəri baxımı birlikdə tətbiq olunur. Doğru diaqnoz və dermatoloq nəzarəti ilə həm aktiv sızanaqları azaltmaq, həm də gələcək çapıqların qarşısını almaq mümkündür.